Salam, hər vaxtınız xeyir. Bugün 4-cü siniflər üçün keçirilən 14 dekabrdakı sınavın suallarının izahına baxırıq. Sual 1. Dilin lüğət tərkibini öyrənin. Cavab götürəcəyik A variantı leksikologiya. Leksikologiya dilin lüğət tərkibindən bəhs edən bölmədir. Leksikoqraf lüğətçi deməkdir. Fonetika bölməsi danışıq səslərindən bəhs edir. Frazeologiya məcazi mənalı birləşmələrdən bəhs edir. Morfologiya isə nitq hissələrindən bəhs edir. Buna görə birinci sualın doğru cavabı olacaq A variantı. Sual 2. Tələffüz şəklində verilən sözlərdən hansı eyni cinsli qoşa saitli sözdür? Burada bizə verilən tələffüz şəklində olan sözlərin hər birinin yazılışlarını yazırıq. Daha sonra hansı sözün eyni cinsli qoşa saitlə yazıldığını seçirik. Müəllim sözü elə necə yazılırsa o şəkildə də tələffüz olunur. Qiraət sözü necə yazılırsa o şəkildə də tələffüz olunur. Təəccüb sözündə qoşa ə saitləri yanaşı gəlir. Bu zaman tələffüz zamanı qoşa ələrdən biri düşəcək, digəri isə uzun tələffüz olunacaq. Dayı oğlu sözündə tələffüz zamanı qapalı sait düşür. Yanaşı gələn iki sait isə müxtəlif cinsli saitlərdir. Qənimət sözü isə yazıldığı kimi tələffüz olunur. Bizdən eyni cinsli qoşa saitli söz istədiyinə görə cavab olaraq götürəcəyik C variantı təəccüb sözü. Sual 3. Verilmiş sözlərdən hansının yazılışı ilə deyilişi arasında fərq yoxdur? Təsadüf sözündə yazılış və tələffüz arasında bir fərq yoxdur. 8 sözündə söz ortasında gələn qoşa k samitlərindən ikincisi cingiltili tələffüz olunur. Olacaq sək, giz. Hətta sözü hət, da deyə tələffüz olunacaq. Qoşa tığlardan ikincisi d-ya çevriləcək. Küs, kün sözündə söz ortasındakı qoşa samitlərdən iki müxtəlif kar samiti olduğuna görə tələffüz zamanı ikinci gələn cingiltili tələffüz olunacaq. Küs, kün yazılıb, küsgün deyiləcək. Eyni qaydanı isti sözündə də tətbiq edirik. İsti yazılıb, isti deyə tələffüz olunur. Amma təsadüf sözündə isə heç bir hərf dəyişimi və yaxud da səs artımı, səs düşümü hadisəsi baş vermir. Buna görə cavab olacaq A variantı. Sual 4. Sözün leksik mənasını tapmaq üçün göstərilən fikirlərdən hansı səhvdir? A variantı sözə yaxın mənalı söz tapmaq, doğru. Sözə əks mənalı söz tapmaqla, doğru. Sözü hissələrə bölüb izah etməklə, C variantındakı fikir aiddir mürəkkəb və düzəltmə olan sözlərə. Çünki sadə sözləri kök və şəkilçiyə ayıraraq mənasını izah edə bilmərik. D variantı sözün mənasını izah etməklə, yəni ağla gələn ilkin mənalı söyləməklə. Amma E variantındakı fikir isə yanlışdır. Sözə amonim söz tapmaqla onun leksik mənasını izah edə bilmərik. Cavab olacaq E variantı. 5-ci sual. Əl isminə aşağıdakılardan hansını əlavə etsək, məcazi məna yaranmaz. A variantı əl qaldırmaq, frazeoloji birləşmədir, məcazi mənalıdır, kimisə vurmaq anlamında istifadə olunur. Əl tutmaq, yardım etmək mənasındadır, məcazi mənalıdır. Əl uzatmaq, müdaxilə eləmək mənasındadır, məcazi mənalıdır. Əl atmaq, yenə eyni ilə əl tutmaqda olduğu kimi kömək etmək mənasını, kimisə yardım eləmək mənasını ifadə edə bilir. Amma əl çalmaq mənası isə həqiqi mənalı birləşmədir. Buna görə 5-ci sualda olacaq D variantı. 6-cı sual. Tələffüzündə dəyişiklik baş verməyən eyni cinsli qoşa samitli sözü seçin. Şəffaf sözündə tələffüz zamanı heç bir dəyişiklik baş vermir. Qoşa f samitləri olduğu kimi qalır. Toqqa sözündə söz ortasında qoşa p, qoşa t, qoşa k və qoşa q samitlərinin qaydasını tətbiq edirik. Birinci gələn samit kar qarşılığına çevrilir, ikinci gələn samit olduğu kimi tələffüz olunur. Toqqa. Hop, ban. Sənətkar sözündə sözün sonu kar şəkilçisi ilə bitdiyinə görə tələffüz zamanı heç bir dəyişiklik baş vermir. Sənətkar olaraq qalır. Eyni ilə zəhmətkeş sözündə də sözün sonu keş şəkilçisi ilə bitdiyinə görə tələffüz zamanı bir dəyişiklik baş vermir. Bizdən eyni cinsli qoşa samitli sözü istədiyinə görə cavab olaraq götürürük A variantı. D və E variantlarında isə müxtəlif cinsli kar samitlər işlənir və heç bir dəyişiklik baş vermir. Cavab olacaq A variantı.
7-ci sual. Kitab sözünün son samiti nə vaxt cingiltili tələffüz olunur? Bu sualda biz söz sonunda B, D, G, C samitlərinin qaydasını tətbiq edirik. Özündən sonra saitlə başlayan söz və ya şəkilçi gəldikdə olduğu kimi tələffüz olunur. Heç nə gəlməsə və ya samitlə başlayan söz və ya şəkilçi gələrsə, öz kar qarşılıqlarına çevrilir. Bizdən isə cingiltili tələffüz olunar dediyinə görə saitlə başlayan variantı götürməliyik. A variantı lar-lər samitlə başlayır. B variantı dan-dən samitlə başlayır. D variantı rəfi samitlə başlayır. E variantı özündən sonra heç nə işlənmədikdə yenə öz kar qarşılığına çevrilir. Buna görə cavab olacaq C variantı. Aldım sözü işləndikdə kitab sözündəki son samit cingiltili tələffüz olunur. 8-ci sual. Q hərfi hansı sözdə Q hərfinin kar qarşılığını ifadə edir? Bu testdə əvvəlcə Q hərfinin kar qarşılığını qeyd edirik, yəni Q hərfinin kar qarşılığını qeyd edirik, yəni Q. İndi bizdən istəyir ki, Q hərfi elə Q kimi tələffüz olunsun. Sözlərin tələffüzünə baxırıq. Plastik sözü alınma olduğuna görə tələffüz zamanı söz sonundakı Q, K kimi tələffüz olunacaq. Çörək sözü milli mənşəli söz olduğuna görə söz sonundakı Q, İh kimi tələffüz olunacaq. Kartof sözündə K kimi tələffüz olunacaq sözün əvvəlində. Əmlak sözündə alınma mənşəli olduğuna görə söz sonunda Q kimi tələffüz olunacaq. Kafedrada yenə tələffüz zamanı K səsinə çevriləcək. Kafedra. Və cavab olmuş olacaq D variantı. 9-cu sual. Hansı sözdə nöqtələrin yerinə M hərfi yazılmalıdır? Gün, bəz, zənbil, anbar, qumbara, tənbəl. Bizdən M hərfi soruşduğuna görə cavab olaraq götürəcəyik D variantı. 10-cu sual. Verilmiş sözlərdən hansı iki hecalıdır? Bizdən hecanı soruşduğuna görə tələffüz şəklində verilən sözlərin hər birini yazılışını qeyd edirik. Təbii sözündə söz sonunda qoşa il saiti yanaşı işlənir. Tabi sözündə sadəcə tələffüzdə A saiti uzun tələffüz olunur. Maaşın sözündə yenə eyni ilə qoşa A saiti yanaşı gəlir. Saatı sözündə qoşa A saiti yanaşı işlənir. İnşaat sözündə söz ortasında qoşa A saiti yanaşı işlənir. Tələffüz zamanı qoşa I, qoşa A, qoşa A və qoşa A saitləri biri düşür, digəri uzun tələffüz olunur. Bizdən iki hecalı soruşduğuna görə yazılışında iki sait hərf olanı götürürük. Buna görə cavab olacaq B variantı. 11-ci sual. Hansı nümunəni həm həqiqi, həm də məcazi mənada düşünə bilərik? A variantı. Ağır adam. Ağır adam birləşməsində biz ağır sözünü həm məcazi mənada, yəni xasiyyət cəhətdən düşünə bilərik, həm də kilo cəhətdən ağır çəkili insan olaraq düşünə bilərik. Həm həqiqi, həm də məcazi mənada düşünə bildik. Dolu stəkan sözü həqiqi mənada istifadə olunur. Enli qapı yalnız həqiqi mənada istifadə olunur. Taxta döşəmə yalnız həqiqi mənada istifadə olunur. Dəmir darvaza yalnız həqiqi mənada istifadə olunur. Həm həqiqi, həm məcazi istədiyinə görə cavab olaraq götürəcəyik A variantı. Sual 12. Hansı cümlədə soyuq sözü məcazi mənada işlənmişdir? Soyuq su sağlamlığa ziyandır. Həqiqətən də suyun temperaturu aşağı olanda soyuq su olur. Həqiqi məna. Soyuq havada qalın geyinmək lazımdır. Havanın temperaturu aşağı olduqda hava soyuq olur. Həqiqi məna. Onun soyuq baxışları məni qorxudur. Soyuq baxış temperatur olaraq ölçülə bilən bir söz olmadığına görə birləşmə içərisində məcazi mənada işlənmişdir. Cavab götürəcəyik C variantı. Soyuq otaq. Otağın temperaturu aşağı ola bilər. Həqiqi məna. Hava soyuq olduğu üçün yenə həqiqətən temperatur aşağı ola bilər. Buna görə cavab götürəcəyik C variantı. Sual 13. Hansı sözə saitlə başlayan şəkilçi artırdıqda Q-Y əvəzlənməsi baş vermir? Bu qayda aiddir alınma mənşəli sözlərə. Çünki milli mənşəli sözlərdə söz sonundakı Q hərfi sait gəldikdə Y səsinə çevrilir. Y hərfinə və Y səsinə çevrilir. Tütək sözünə ə şəkilçisi artırdıqda olacaq tütəyə. Külək sözünə ə artırdıqda olacaq küləyə.
Çiyələk sözünü artırdıqda olacaq çiyələyə, xörək sözünü ə artırdıqda olacaq xörəyə. Amma müdrik sözünü ə şəkilçisi artırdıqda elə müdrikə yazılıb, müdrikə deyə də tələffüz olunacaq. Alınma mənşəli söz olduğuna görə köyə əvəzlənməsi qaydası bu sözə aid deyil. Cavab olacaq C variantı. Sual 14. Tələffüz şəklində verilən hansı söz səhvdir? Ayaq, yalın. Tətbiq edəcəyimiz qayda söz sonunda q samiti ilə bitən sözlərdə milli mənşəli sözlərin qaydasıdır. Yəni, ayaq, yalın yazılırsa, sözün sonu q samiti ilə bitdi. Özündən sonra samitlə başlayan söz və ya şəkilci gəldikdə q hərfi x səsinə çevrilməli idi. Olmalı idi ayaq, yalın. Cavab olacaq A variantı. Ayaq üstü yazılır, özündən sonra saitlə başlayan söz gəldiyinə görə q əvəzlənməsi baş verəcək, doğru. Otaq sözündə heç bir şey gəlmədiyinə görə q hərfi x səsinə çevriləcək, doğru. Məntiq sözü alınma söz olduğuna görə söz sonundakı q hərfi k səsinə çevriləcək, doğru. Corab sözündə özündən sonra heç bir şey işlənmədiyinə görə b hərfi p səsinə çevriləcək, doğru. Cavab olacaq A variantı. Ayaq, yalın. Sual 15. Verilən sözlərdən hansı yalnız həqiqi mənada düşünülə bilər? Şirin sözünü həm həqiqi mənada düşünə bilərik, məsələn, şirin meyvə, şirin çay, eyni zamanda məcazi mənada düşünə bilərik, məsələn, şirin xatirə, şirin söhbət. Acı sözünü həm həqiqi mənada düşünə bilərik, məsələn, acı yemək, acı bibər, eyni zamanda acı sözünü məcazi mənada düşünə bilərik, acı dil, acı xatirə və s. Məktəb sözünü həm tədris məktəbi kimi düşünə bilərik həqiqi mənada, həm də həyat məktəbi deyib məcazi mənada düşünə bilərik. Qapı sözünü yalnız həqiqi mənada düşünürük, məcazi məna kimi istifadə edə bilmirik. Ağ sifətini həm rəng olaraq istifadə edə bilərik, məsələn, ağ kağız, necə kağız, həm də ağ gün bu zaman məcazi mənada işlədə bilərik. Qapı sözünü isə yalnız həqiqi mənada işlədə bildiyimizə görə cavab olacaq D variantı. Sual 16. Q əvəzlənməsi baş verməyən sözləri seçin. Q əvəzlənməsi baş verən sözlər milli mənşəli sözlərdir, baş verməyən sözlər isə alınma mənşəli sözlərdir. Üfüq sözünə saitlə başlayan şəkilci artırdıqda q əvəzlənməsi baş vermir, elə üfüqə deyə tələffüz edirik. Alınma mənşəli sözdür. Məntiq sözünə ə saiti əlavə etdikdə məntiqə deyə yazılmır. Məntiqə deyə yazılır və məntiqə deyə tələffüz olunur. Alınma mənşəli sözdür. Q əvəzlənməsi baş vermədi. Qonaq sözünə A şəkilçisi artırdıqda olacaq qonağa, aşıq sözünə A şəkilçisi artırdıqda olacaq aşığa. Bizdənsə tələffüz zamanı və yazılışda əvəzlənmə baş verməyəni soruşduğuna görə cavab olaraq götürəcəyik D variantı. Sual 17. Hansı sözün tələffüz şəkli səhvdir? Tələffüz şəklində verilən sözlərin hər birinin yazılışlarını qeyd edirik. Neftçi, müftə, dövran, işləyir, tərbiyə. A variantından başlayırıq. Söz sonu f-t samitləri ilə bitdi və özündən sonra samitlə başlayan şəkilçi gəldiyinə görə tələffüz zamanı t hərfi düşməlidir. Doğru. Neftçi yazılıb, neftçi deyilir. Müftə sözündə söz ortasında iki müxtəlif kar samit yanaşı gəldiyinə görə tələffüz zamanı t hərfi d səsinə çevrilir. Doğru. Dövran sözündə ov-öv birləşmələrində heç bir dəyişiklik olmadığına görə olduğu kimi tələffüz olunur. Doğru. İşləyir sözü isə işləyir deyil, işləyir formasında tələffüz olunmalıdır. İşləyir. Bizdə isə tələffüz şəkli olaraq yazılışını göstəriblər. D variantı səhv olacaq. Tərbiyə sözü isə bir y ilə yazılıb, bir y ilə də tələffüz olunur. 17-də cavab olacaq D variantı. Sual 18. Birində səs düşümü baş verir. Sözlərin hər birini tələffüz edirik. Hədiyyə sözündə qoşa y samiti söz kökündə olduğuna görə tələffüz zamanı olduğu kimi qalacaq. Şərik sözü alınma mənşəli olduğuna görə yazıldığı kimi tələffüz olunacaq.
Məişət sözündə söz ortasında ə və i saitləri yanaşı gəldiyinə görə tələffüz zamanı iki saitin arasına i samiti əlavə olunacaq. Mütaliə sözündə də eyni ilə i və ə saitləri yanaşı gəldiyinə görə tələffüz zamanı iki saitin arasına i samiti əlavə olunacaq. Amma neftçi sözündə isə sözün sonu iki müxtəlif kar samitlə bitdiyinə görə özündən sonra samitlə başlayan şəkilçi gəlib, bu zaman tətbiq edəcəyimiz qaydada t samiti düşəcək tələffüzdə. Neftçi yazılıb, neftçi deyə tələffüz olunur. Cavab olacaq E variantı. Sual 19. Yalnız qrammatik mənası olan sözü seçin. Dəniz sözünün həm leksik, həm qrammatik mənası var. Ekran sözünün həm leksik, həm qrammatik mənası var. Musiqi sözünün həm leksik, həm qrammatik mənası var. Sabah sözünün həm leksik, həm qrammatik mənası var. Amma sözünün isə yalnız qrammatik mənası var. Çünki amma sözü bağlayıcıdır, yəni köməkçi nitq hissəsi. Biz bilirik ki, köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur. Buna görə 19-da cavab olacaq D variantı. Sual 20. Ağac sözünün son samiti hansı sözün ilk hərfidir? Əvvəlcə ağac sözünü tələffüz edirik. Tətbiq edəcəyimiz qayda BDGC qaydasıdır. Yəni söz sonunda BDGC samitləri gəldikdə, özündən sonra heç bir şey işlənmədikdə sözün sonundakı son samit kar tələffüz olunur. Ağac deyə tələffüz olunacaq. Bizdən son samitin soruşduğuna görə ç samitinə baxırıq. Hansı sözün ilk hərfidir? A variantında olacaq çiçək. Digər variantlar isə yanlışdır. Sual 21. Tutuquşu tacirdən nə istəmişdi? A. Ona yem gətirməsini, xeyr. B. Qəfəsi dəyişməsini, xeyr. Onu da özü ilə aparmasını, xeyr. D. Yeni oyuncaq almasını, xeyr. Y. Uzaq ölkədəki tutuquşlara salam çatdırmasını, bəli. Mətndə tutuquşunun tacirdən tək istəyi digər ölkədəki tutuquşulara salam göndərməsidir. Cavab olacaq E variantı. Sual 22. Uzaq ölkədəki tutuquşulardan biri tacirin sözünü eşidəndə nə etdi? A variantı yıxılıb öldü. Doğru. Bizdə mətndə göstərilir ki, tutuquşulardan biri yıxılır, ölür. Mahnı oxudu, xeyr. Uçub getdi, xeyr. Qəfəsə girdi, xeyr. Tacirə yaxınlaşdı, xeyr. Cavab olacaq A variantı. Sual 23. Tacir evə qaydanda tutuquşusuna nə danışdı? A. Yeni aldığı şeyləri, xeyr. Yol yoldaşlarını, xeyr. Gördüyü tutuquşunun yıxıldığını, bəli. Burada salam çatdırdığı tutuquşulardan biri tacirin qarşısında yıxılır və ölür. Cavab olacaq C variantı. Öz işlərini, xeyr. Yağışlı havanı, xeyr. 24. Tacir niyə tutuquşunu qəfəsdən çıxardı? Ona yem vermək üçün, xeyr. Qəfəsi yumaq üçün, xeyr. Onun öldüyünü düşündüyü üçün. Doğru cavab olacaq C variantı. Yeni qəfəs almaq üçün, xeyr. Oynatmaq üçün, xeyr. Sual 25. Tutuquşu necə azad oldu? Tacir onu açdı. Xeyr, istəyərək eləmir. Qapı açıq qalmışdı. Xeyr. Torpağa qoyulanda uçub getdi. Doğru variant. Çünki tacir elə bilir ki, tutuquşu ölüb. Buna görə də onu torpağın üstünə qoyur. Və tutuquşu da torpağın üstünə qoyulan kimi uçub gedir. Cavab olacaq C variantı. D variantı. Dostları onu xilas etdi. Xeyr, tutuquşu yalnız idi qəfəsdə. D variantı qəfəsi sındırdı. Xeyr. Cavab olacaq C.